Esselamu aleyke ya Ali ibn Musa Rıza. Ruhuna feda ve rahmetullahi ve berekatuhu. İnşallah qabağa tərəf hərəkət eləyəcəyik. Orada bayaqki kimi hacət qapısında qızılı zəlikçi görəcəyik. Ora şifa qapısı adlanır. Ən ağır xəstələr gəlib bu yerdə həqiqətən şifa tapıblar. Gözümüzün də şahidi olmuşuq ki, illərdir ən pis xəstəlikdən əziyyət çəkən insanlar bu yerdə şifa tapmayınca getməyiblər və səhərə az qalmış o qədər elə xəstələr olub ki, şifa tapıblar, gediblər. Hətta bir həftə bundan öncə burada məriz bir xanım şifa tapmışdı. İnşallah Allah'a and verirəm izzətinə, cəlalına. Allah bütün mərizəsi olanlara tezliklə acil şifa, mərhəmət eləsin inşallah. Bu niyyətə sələvat içəriyə. Və həmçinin də burada şəfa tapan o xəstənin videoları və sosial şəbəkələrdə paylaşılmışdı. Yəqin ki, çoxlarımız görmüşsünüz. Çox vaxtı əvvəllər, neçə illər bundan əvvəl burada şəfa tapanları olurdu, amma videoları paylaşılmırdı. Amma bir həftə bundan əvvəl bu səhnədə, bu qapıda, İmam Rıza qapısında şifa tapan o xəstənin videosu və çəkilişləri sosial şəbəkələrdə paylaşılmışdı. Allah Teala qəlbimizdən Əhl-i Beyt məhəbbətini heç bir zaman çəkməsin inşallah. Həzrəti İmam Rıza əleyhissalamın hərəminin günbəzini daha yaxından görmək istəyirsinizsə, şifa qapısına gəlin. Burada istər namaz qıla bilərsiniz və istərsə də dua eləyib İmam Rıza əleyhissalamın mübarək günbəzinə tamaşa edə bilərsiniz.